Bugünkü podkastımızın qonağı ilahiyyat elmləri üzrə fəlsəfə doktoru, həyat koçu, psixoloq Əfsələddin Rəhimli. Allah mənlə danışır, söhbət eləyir. Ən gözəl sözü budur. Allah məndən nə umur? Din budur. İnsanlar bəzən öz düşüncələri ilə dini qəbul eləyirlər. Bu artıq təhlükədir. Peyğəmbərin ən gözəl uğuru qəlblərin arasında yaxınlıq yaratmaq. Cinsiyyət olaraq deməyək, ana ruhlu da Allah. Uşaq gəlir, ata, ay ata, bax gör nə şəkil çəkmişəm. Hə, qəşəngdir, qəşəng. O cənnəti sən yaratmalısan. Salam əziz dostlar. Rəngli podkastımızda sizləri yenidən xoş gördük. Bugünkü podkastımızın qonağı ilahiyyat elmləri üzrə fəlsəfə doktoru, həyat koçu, psixoloq Əfsələddin Rəhimli. Xoş gördük sizləri. Salam müəllim. Çox sağ olun. Sizə ilk sual olaraq Əfsələddin müəllim bir məsələni qeyd eləmək istəyirəm ki, bu məni çox düşündürür sözün əsl mənasında. Yəni insanların dindar olmasından ötə, dindar olmasından əvvəl dini seçimlərində hansı məqamlar durur, hansı niyyətlər durur? Yəni səni dindar olmağa itən, dindar olmağa sövq edən cəhət nədən ibarətdir? Və bu cəhətlər insanların əməlinə hansı təsirləri yansıdır? Çox sağ olun Samir müəllim. Doğrudan da çox dəyərli və lazımlı bir layihədir bu layihə. Mən təşəkkür edirəm. Keçən layihənizdə izləmişəm. Olduqca dərin məqamlara toxunmusunuz, həyatın özünü əks etdirmisiniz. Minnətdaram sizə dəvətiniz üçün də xüsusilə. Samir müəllim, ilk öncə dinin nə olduğunu düşünmək lazımdır burada. Din dedikdə nəyi nəzərdə alırıq? Doğrudan da nədir din? Din dedikdə hansısa bir qalıbların, hansısa bir çərçivələrin içərisində olan etiqad toplusu, əhkam toplusu, əxlaq toplusudurmu? Yoxsa din dedikdə həyatın özüdürmü? Bunu nəzərdə almalıyıq. Allahın bəndə ilə olan əlaqəsinin özüdürmü? Yəni Allah bəndəsini yaradıbsa, ona bir həyat verib. Bu həyat dindir. Bu həyatın çalarları yaşamağı dindir. Bu həyatın təfəkkürü, duyğusu, addımı dindir. Allah mənlə danışır, söhbət eləyir. İstər yaratdığı aləmlə söhbət eləsin. İstər peyğəmbərləri ilə söhbət eləsin, istər övliyaları ilə söhbət eləsin, istər mənim öz aləmimdən, varlığımdan söhbət eləsin, istər üzləşdirdiyi hadisələrlə məndən söhbət eləsin. Bunun toplumu dedim. Allah məndən nə istəyir? Doğrudan da məni yaradıb məndən nə tələb eləyir, yaxud məndən nə gözləyir, məndən nə umur? Ən gözəl sözü budur. Allah məndən nə umur? Din budur. Bunu gətirib qalıblar içərisinə salsaq, üzərinə adlar qoysaq, çətin bir yerə gedəcəyik. Kök budur. Qur'an-ı Kərimdə də deyir, hənif dindən söhbət açır, İslamdan söhbət açır, təslimiyyətdən söhbət açır. Təslimiyyət mənim öz yaradılış fitrətimə olan təslimiyyətimdir. Nə bunu tələb edirsə din odur. Bu nəyə uyğundursa din odur. Çünki insanlar çox vaxt dini gətirib təhrif eləyə bilirlər. Bu təhrif zamanla olur. Kitabların təhrifi ilə olur, insanların təhrifi ilə olur, başa düşülmək, yanlış anlaşılmaq, yaxud yanlış anlatmaq təhrifi ilə olur. Müxtəlif formalarda olur. İnsan bununla hardan qaça bilir? Özünə baxaraq. Allahın ondan nə istədiyini daxildən dərk eləyərək. Nə üçün yarandığını dərk eləyərək. İnsan üzləşir, deyir, yox, mən bunun üçün yarana bilmərəm. Mən nifrət üçün yarana bilmərəm. Kin üçün yarana bilmərəm. Qəzəb üçün yarana bilmərəm.
Mən hərislik üçün yarana bilmərəm, bu mən deyiləm. Burada tapır ki, hə, din tam şəkildə bunun əleyhinədir. Sonra gəlir seçiminə. Hansı peyğəmbər nəyi deyir, hansı kitab nəyi deyir, məndən nə istəyirlər, mənə nəyi güzgü olaraq qarşıma tuturlar, burada tapır. İndi bir nəfər gəlir, dinə yönəlmək istəyir. İlk öncə bilməlidir ki, din mənim düşüncəmdir. Düzgün düşüncəm. Quranda əql deyə bir məfhum keçir, onun mahiyyəti düşüncədir. Qəlb deyən bir məfhum keçir, onun da mahiyyəti düşüncədir. Eyni şeydir. Qəlb və ağıl bir-birinin, necə deyərlər, bir sikkənin iki üzüdür. Hə. Bu cürdür. Bu mahiyyətlə yanaşmalıyıq ki, din nədir? Din mənim fitrətimdir. İndi hansı qalıba salırlarsa, hansı dillə deyirlərsə, istər peyğəmbər gəlsin, onu öz qalıbı ilə desin, övliya gəlsin, ya alim gəlsin, kim gəlir gəlsin. Onu deyirsə, mən görürəm bu fitrətimlə uyğundursa deyirəm ləbbeyk. Buradan tanıyıram mən bu şəxs peyğəmbərdir, imamdır, övliyadır. Seçimləri necədir? Əgər bir insan bu özünə qayıdışla, bu düşüncə ilə, bu təfəkkürlə gəlib seçim eləyirsə, düzgün seçim eləyəcək. Yox, bir insan gəlib vitrinlə seçim eləyirsə, bir mağazanın vitrini olur. Hər bir dinin də bir vitrini var. Çünki hər bir dinin bir dəllalı da var. Onun satıcısı da var. İndi bunun həqiqi özündən mayanı ortaya qoyan, peyğəmbərin vitrinini düzgün dərk eləyən insan o vitrinin həqiqi vitrin olduğunu görür. Yaxud bu vitrinin yalancı vitrin olaraq içəridə göstərdiyi malın içəridə tamam başqa bir saxtasını satdığını görürsə, onda insan ona aldanırsa, həqiqi dindar deyil. Həqiqi dinə üz gətirməyib, uyğun gəlmir. İnsanlar bəzən öz düşüncələri ilə dini qəbul eləyirlər. Bu artıq təhlükədir. Baxın, isti ot yemiş insan ağzı yanacaq, mədəsi yanacaq. Düşüncələri isti otlu insan da belədir. İsti otlu düşüncə ilə gəlib dini qəbul eləyəndə olur şibr. Aha. Belə deyək, burdan müdaxilə eləmək istəyirəm ki, məsələ daha düzgün istiqamətdə getsin. Burada da elə sizin dediyinizə hardasa gəldiyim qənaət bundan ibarətdir ki, bir var dini özünə uyğunlaşdırmaq, bir də var özünü dinə uyğunlaşdırmaq. Bunlar ayrı-ayrı məsələlərdir. Əgər biz özdən məqsəd fitrətdirsə, bayaqlar dediniz, burada problem yoxdur. Özümü dinə uyğunla. Amma əgər o özdən məqsəd bəzəkdirsə, sonradan qazanılan bəzi məsələlərdirsə, Və onu dinə uyğunlaşdırmaq olmaz. Çünki daha doğrusu dini ona uyğunlaşdırmaq olmaz. Dini əgər ona uyğunlaşdırsaq, belə deyək, o bir ayədə var mən görmüşəm. Hər kəs öz nəfsi quruluşu əsasında əməl edir. çox gözəldir, çox gözəl. Yəni bir nəfər əgər dinə oğru məntiqi ilə baxırsa, dini oğru kimi oxuyacaq. Yəni dindən öz məqsədlərini almaq üçün, Əlbəttə. dini öz fikirlərinə alət eləmək. Amma bir də var ki, o Quran ayəsi ilə təbirlə desək ki, mən ittəbəət zikr, zikrin özünə tabe ola, Quranın özünə tabe ol. İstəyirəm bu barədə də bir neçə dəqiqə danışasınız, deyəsiniz bizə. Çox gözəl məqama işarə elədiniz müəllim. Bilirsiniz, Quranın özünə tabe oluruqsa, Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin hünərini bilməliyik. Peyğəmbərimizin hünəri nə idi? Nə verdi bəşəriyyətə? Quran bir hünər olaraq bizə nəyi göstərir? Zikirdir də. Zikir bizə ana xətti göstərir. Bax, sizə bir dənə ana xətt verirəm. Sizə bir dənə möhtəşəm bir yenilik verirəm. Peyğəmbərin ən gözəl uğuru. Qəlblərin arasında yaxınlıq yaratmaq. Qəlblərin arasında qardaşlıq yaratmaq. Allah nə buyurur? Buyurur ki, Peyğəmbərin uğuru budur.
Bax, siz nə vəziyyətdəydiniz deyir. Siz bir-birinizlə düşmən vəziyyətində idi. Hökman deyil qılınc götürüb bir-birinizə vurasınız. Hələ o var idi öz yerində. Deyir, qəlbləriniz vəhşi idi, bir-birindən uzaq idi. Əhliləşməmişdi. Peyğəmbər gəldi, ən böyük hünəri budur ki, sizin qəlblərinizi bir-birinə yaxınlaşdırdı. Bu qəlblər bir-birlərinə niyə yaxınlaşdı? Peyğəmbərin pak ruhu ilə, Qur'an-ı Kərimin pak ruhu ilə. Baxın, birləşdirdi insanları. Namaza gətirdi, bayram namazlarında birləşdirdi. Gündəlik namazlarda birləşdirdi. Gəldi, hətta İmam Əli əleyhissalamın bir gözəl kəlməsi var. Kəlamı var daha doğrusu. Deyir, qonşu haqqında o qədər mənə deyildi. Elə bildim ki, qonşu qonşudan irs aparacaq. Bu Peyğəmbərimizdən də var bu kəlam. Baxın, İslam qəlbləri nə qədər yaxınlaşdırır. Bizə ülgü olan insanlar. Həzrəti Fatimə Zəhra salamullah əleyha nə üçün gəlirdi övladlarının gözü qarşısında, insanların yanında? Əvvəlcə gecə namazlarında yaxud başqa namazlarında 40 nəfər mömini dua eləyərdi. Niyə dinimizdə deyir 40 nəfəri dua elə? Qəlbləriniz yaxınlaşsın deyə, bir olasız deyə. Cümə namazında, cəmaat namazında, hər bir yerdə, bayramlarda, Qurban bayramında, Tir bayramında. Fitir nə üçündür? Nəyə görədir? Ümumiyyətlə, oruc nə üçündür? Nəyə görədir? Mən əgər sübh dolu qarnından belə xırtdaya qədər yeyəcəmsə, axşam da dolu qarnından xırtdaya qədər yeyəcəmsə, mən oruç tutmamışam ki. Mən bu gün ərzində aclığı hiss eləməyəcəm axı. Mən gün ərzində susuzluğu hiss eləməyəcəm axı. Mən oruç tutanda çalışsam ki, susuzluğu, aclığı hiss eləməyəm, o oruc deyil ki. Oruc mənə ona görədir ki, mən sübh müəyyən miqdarda yeyəm ki, axşama qədər ac qalam. Hiss eləyəm, empatiya yarana. Biləm ki, bu insan ac deyə aclıq necə olur? Narahat deyə narahatçılıq necə olur? Nigaran deyə qəlbi qırıqdır, qəlbi sınıqdır, qəlbi qırıqlıq, sınıqlıq necə olur? Acizlik necə olur? Necə mən özümü nigaran hiss eləyə bilərəm? Mən onda başa düşərəm, filan kəs əsəbidir, bax, acam əsəbiyəm. Narahatam da istər-istəməz, bu mənim öz əlimdə deyil ki, bədənimdə istər-istəməz beynimdə bir narahatçılıqlar gəlir. Beyin məni müdafiə eləmək üçün yaradılıb. Beyin müdafiə sisteminə keçir ki, sən açsan, nəsə eləməlisən. İstər-istəməz aparır mənə repletion beyni. Buna heyvan beyni deyirlər də, oruç da elə onunla mübarizə üçündür. Mən dərk eləyirəm, bu insan əsəbidir deyirəm. Mən də əsəbi idim ha. Mən də narahat idim ha. Mən də aciz hiss eləyirdim ha. Bu da aciz hiss eləyir, əsəbidir. Bunun da yaraları var. Bu da yaralarına məlhəm olmaq lazımdır. Bax, budur Peyğəmbərin hünəri. Dini gətirdi, din mənə hünər olaraq bunu göstərdi. Dedi, anlayışın olmalıdır, səbrin olmalıdır, qayğın olmalıdır, sevgin olmalıdır. Bunlar olmalıdır ki, biləsən ki, həmən dindaram. Gözəl. Əfsətin mən söz deyim. Açığı zehnimdə bir fikir dolaşırdı, bir sual dolaşırdı və dedim ki, Əfsətin müəllimə bunu verəcəm. Amma danışıq zəminində siz onu cavablandırdınız. İstəyirəm o qeyd eləyim. Buyurun. Çünki biz bəzən bir ilahiyyatçı dostlarla danışanda biz zarafata, yarı zarafat, yarı ciddi deyirik ki, din sənə nə verib? Belə bir söz deyirik. Siz o suala cavablandırdınız. Yəni o suala ehtiyac qalmadı. Amma burada bu verdiyiniz cavabdan bir dənə mən yol almaq istəyirəm. Bu yaxınlarda mən sizin Yad Kölgələr Bəli. əsərdir də. Bəli, əsər. Mən düzü oxumamışam. Üzü sayın ki. Yox, bəli, hələ tamamlanmayıb. Sadəcə olaraq fraqmentləri paylaşır. Çünki Yad Kölgələrdə mən belə bir şey ifadə götürdüm. Yəni sən aqressiv danışa öz yoldaşından, öz həyat yoldaşına ağır tonla danışa, ondan mələklik gözləyə bilməzsən. Bəli, o haris ifadəsi vardı. Mən niyə görə bura gəldim, çıxdım? Siz bayaq qeyd elədiniz ki, orucluq insanda empati yaradır. Yəni din səndə empatiya yaradır. İnsaf qaydası da, belə deyək. Özü üçün istəmədiyin, başqası üçün istəmə. Bəli. Yəni əgər sənə qarşı o cür davranmayacaqlarsa,
davranmasını istəmirsənsə davranılmasını, sən də o cür davranmamalısan. Yəni, məsələn, bax burada sən özün zorakı rəftar eləyirsən, amma həyat yoldaşından sənə qarşı və yaxud kimlərəsə qarşı mələk xasiyyət olmasını istəyirsən. Doğrudur. Çox gözəl ifadədir əslində və bu gün ailə quruluşlarında ən çox diqqət olunması lazım olan məqamlardan biridir. İstərdim Əfsələddin müəllimin dilindən bu sözləri eşidim. Həm təzəkkür olar, həm də bəlkə bilmədiklərimizi öyrənərik bundan. Estağfurullah müəllim, siz böyük alimsiz. Allah sizdən razı olsun inşallah. Bilirsiniz müəllim, bu məqama bir dənə işarə eləyim, ürəyimdə qalmasın. Deyərəm demədim, getdim. Baxın müəllim, biz ümumiyyətlə həyatda məndən daha gözəl bilirsiniz, ilahiləşmək üçün gəlmişik. Din əslində dediyimiz məsələ budur. Allahlaşmaq üçün gəlmişik. Biz Allahın bir parçasıyıq. Bir hissəsiyik. Bir o Allah deyilən varlığın bir puzzle'ıyıq biz. Öz ruhundan üfürüb bizə. Demir nəfəsimdən üfürmüşəm, deyir öz ruhumdan üfürdüm sizə. Biz nə qədər ilahiyik doğrudan. Nə qədər öz üzərimizdə işləyirik ilahi olmaq üçün. Öz adlarını verib bizə. Biz nə qədər Allahlaşırıq. Nə qədər Allahlaşdığımız zaman həqiqətən də dindar olacağıq. Din seçimimizdə belə olur. Bəzən insanlar uşaqlıqdan gətirən travmaları ilə dini seçir. Həzrəti İmam Sadiq əleyhissalamın gözəl bir kəlamı var. Deyir, qarışqa elə bilir ki, Allah Taala'nın 2 dənə yekə buynuzu var. Bu cür, başqa cür təsəvvür eləyə bilməz ki, qarışqa. Özündən baxır. Bəli, çünki deyir ki, buynuzsuz mən necə yaşaya bilərəm, buynuzsuz necə yolumu taparam. Bu cür. Qəzəbli insan elə bilir ki, Allah qəzəblidir. Bağışlamayacaq, elə şey olar, bağışlasın. Bu cür düşünür. Bəli. Bağışlayan insan deyirik, Allah bağışlayandır, mərhəmətlidir. Həzrət Əli əleyhissalamın kəlamında, başqa imamların kəlamında deyir, cəhənnəm odun içində olsam belə deyəcəm, ilahi. Sənə yaraşmaz, mən burada olmağım sənə yaraşmaz. Mənə yaraşar ki, buradayam, amma sənə yaraşmaz. Mən belə düşünmürdüm. Bu deməkdir də, indi adi dillə desək, mən belə xəyal elə, belə düşünmürdüm, belə olacağını fikirləşmirdim. Mənə kömək elə, mən səni sevirəm. Nə qədər doğrudan Allah kimi davranırıq, müəllim, qurban olaram. Nə qədər biz Allah kimi səbirliyik. Baxın, Allah oturub gözləyir, mehriban ana kimidir. Allah lətifdir, incədir. Mən bu sözün biraz sensasyon ola bilər, amma deyəcəm. Allah xanım ruhludur. Kişi ruhundan daha çox xanım ruhludur, incə ruhludur, ana ruhludur deyək. Cinsiyyət olaraq deməyək. Ana ruhludur Allah. Xanım deyəndə cinsiyyətə tez qaçırlar. Yox, ana ruhludur, mehriban anadır. Baxın, təsəvvür edin, bir varlıq oturub gözləyir. Məsələn deyirəm, oturub bu kəlmələr ifadə kəlmələridir. Oturub ki, Allah özü də belə danışır da. Taxtın üzərindəyəm, əlim açıqdır ya bağlıdır, bu cür danışır da. İnsanlara aydın olsun deyə o İnsanların dili ilə danışır. 80 il bir insanı gözləyir ki, haçan gələcək, o acahlığa yetişəcək. Din dediyim o acahlıqdır. Ona görə deyir ki, bir saat sənin düşüncün 70 ilin ibadətindən üstündür. O acahlıq verir insana həyat. 70 ildən sonra, 80 ildən sonra bir nəfər gəlib deyir, ilahi, mən o acahlığa çatdım. Mən bildim ki, sevgi qutaracaq məni. Mən bildim ki, sənin kimi olmaq qutaracaq məni. Mən ona çatdım. Anında ki, qəlbində ona çatıb, Allah Teala onu bağışlayır. Bütün günahlarını silir. Yerinə o qədər ki, günah eləmişdi, savab yazır. Mələklərin zeynindən silir. Sonra başlayır fəxr eləməyə. Deyir, baxın mələklər, baxın gör necə bəndəm var mənim. Hələ bir baxın hələ. Onlar da deyirlər ki, bəh. Yəni Allah incə ruhlu davranır burada. Tözün budur incədən. Həmişə deyirəm, Allah romantikdir. Romantikdən məqsədim budur, incə ruhludur. Qəlb romantikasından danışmıram. Onlar cəfəngiyətdir, ondan danışmıram. İncə ruhlu olmaqdan danışıram. Nə qədər çox sevgi dolu, mərhəmət dolu, qayğı dolu, rəhman və rəhim dolu, mehribanlıq dolu, eyni zamanda qüdrətli, güclü, elm doludur. Biz nə qədər elm doluyuq, Allaha oxşuyuruq. Nə qədər güclüyük, Allaha oxşuyuruq, iradəliyik. Nə qədər iradəliyik. Allah bizdən iradə istəyir. Allah namazı neynir? Allah orucu neynir? Allaha bir faydası var.
Allah verdiyimiz qurbanları neynir? Mənim üçün istəyir ki, iradəli olam. Mənim üçün istəyir ki, empatiyalı olam o qurbanla. Özü deyir, onun əti qanı mənə çatmayacaq ha. Sənin mənə qoşulmağın mənə çatacaq. İnna lillahi və inna ileyhi raciun. Hamımız Allahın bir parçasıyıq və hamımız Allahlaşmalıyıq. Bu ayə belə tərcümə olunmasa, bu ayənin bir mənası həyatımıza ciddi şəkildə qoymayacaq. Əslində mən burada elə bu sözü çox yerinə düşdü. İnna lillah və inna ileyhi raciun. Hərdən görürsən tərcümə olunanda deyir biz ondan gəlmişik. Bu tam olaraq o ifadəni vermir, pisdir. Yəni belə deyək, biz onun bir parçasıyıq. Bəli. Sadəcə biz bəzən o parça sözünü bayaqları qeyd elədiniz. Çox gözəl. Əslində Allahın buyurduğu sıbğatallah, yəni Allahın rənginə boyanma məsələsi. Günəşin nuru kimi müəllim, günəşin nuru bura düşdüyü zaman bu nur günəşin bir parçasıdır, amma günəş deyil. Günəş. Günəş ordadır. Bəli. Yəni panenteizm təfəkkürlü bir dindir bizim din. Yəni Allahın zatını bilirik, Bəli. əzəmətini, sonsuzluğunu, nihayətini bilirik. O başqa bir məsələ. Amma biz onun nurlarıyıq, cilvələriyik. Biz ilahiləşdiyimiz İsimlərinin təzəlləsi. Bax, namaz qılıram qurbətən ilallah. Qurbətən ilallah nə deməkdir? Yaxınlaşma. Allaha necə yaxınlaşa bilərəm? İlahi olaraq yaxınlaşa bilərəm. Onun kimi olaraq yaxınlaşa bilərəm. Baxın, bizim ümumiyyətlə dini təfəkkürümüz də bu olmalıdır. Həyat təfəkkürümüz də bu olmalıdır. Ailə təfəkkürümüz də bu olmalıdır. Mən nə qədər Allah kimiyəm doğrudan? Yəni Allah kimidir. İmam Hüseyn əleyhissalam Allah kimidir. Həzrəti Musa Kazım əleyhissalam Allah kimi davranır. İmam Əli Allah kimi davranır. Baxın, Həzrəti Zeynəb Allah kimi davranır. Hə. Mən nə qədər Allah kimi davranıram? Həzrəti Zeynəb deyir, mən gözəllikdən başqa bir şey görmədim. Yəni mənim agahlıqımı artırır əzab, əziyyətlər, çətinliklər. Mən gəlirəm evdə bir dənə xanımın hansısa bir səhvinə, hansısa bir məsələsinə dözə bilmirəm. Mən doğrudan nə qədər Allah kimi davranıram? Bir uşağıma səbr eləyə bilmirəm. Nə qədər Allah kimi davranıram? Ailə məsələsinə mən çox bu məsələni saatlarla danışmaq olar. Keçim sizin suala, çox üzr istəyirəm. Sualdan yayınıram. Məndə biraz olur haşiyələri qaçmır. Olsun. Müəllim, baxın, bir evdə mən cəhənnəm düzəldib, oradan cənnət arzusu çıxara bilmərəm. Mən öz həyatımda da cəhənnəm düzəldib, cənnət ümidli ola bilmərəm. Mən Kufə əhlinin xasiyyətində olub İmam Hüseyn sevdalısı ola bilmərəm. Mən İbn Mülcəm əxlaqlı olub, mən Şimr əxlaqlı olub, Həzrəti Zeynəbə sənə qurban olum deyə bilmərəm. Ağlamağımın mənası yoxdur. Mən evimdə bir kişi olaraq, bir bəy olaraq, bir idarəçi olaraq xanıma lazım olan məhəbbəti, sevgini, qayğını göstərməyib, uşağıma lazım olan səbri göstərməyib, uşağımla maraqlanmayıb, mən orada itaət tələb eləyə bilmərəm. İtaət güclə deyil. Biz çox sadə danışacağım. Kim necə istəyir, elə də başa düşsün. Mən rahat adamam. Sözüm sadədir, özüm də sadə insanım. Baxın müəllim, biz Allahın qara qaşına, gözünə aşiq deyilik. Biz Allah gözəldir deyə onu sevirik. Allah o gözəlliyin, o paklığın özüdür deyə onu sevirik ay müəllim. Yoxsa gücü var deyə sevmirik ki, ondan qorxuruq deyə sevmirik ki. Onda gedim mən Fironu da sevərəm də. Onda mənə Allah niyə deyir ki, Firon pisdir, Nəmrud pisdir? Çünki gücü var, zorakılıq eləyir. Mən qorxuram ondan. Mən Allahdan qorxmuram ki. Mən Allahın sevgisindən məhrum olmaqdan qorxuram. İnsan gün ərzində 5 formaya düşür. 1. İnsan formasındadır. 2. Mələk formasındadır. 3. Şeytan formasındadır. 4. Heyvan formasındadır. 5. Daş formasındadır. Cansız formadadır. Bəzən biz həyatda insan formasındayıq, yəni ilahiyik. Allahlaşmaq budur. Onun rənginə boyanırıq. Çox gözəl buyurdunuz bayaq. Bəzən şeytan formasındayıq. Kinli, şeytan nədən ibarətdir? Kin, qəzəb, nifrət, bağışlamamaq, acıq çıxmaq, həsəd, paxıllıq, hərislik. Bəzən gəlirik, mələk formasına düşürük. Qaydırıq, təşəkkür edirik. Mələklərin Subbuhun, Quddusun 2 xüsusiyyəti var. Yarımçılıq.
ilahi xüsusiyyətləri var. Deyirik, bəli, Allah böyük, Allah şükür. Buna da şükür. Buna da şükür. Elhamdülillah. Dərksiz elhamdülillah. İdraksız elhamdülillah. Bilirsən nə deməkdir? Yəni mən yuxudan ayılanda, yuxudan ki ayıldım deməliyəm, ilahi şükür ki məni ayıltdın. Çox insanlar yuxuda ölür. Bəli. Dönüb baxıram həyat yoldaşıma, ilahi şükür ki həyat yoldaşım yanımdadır. Mənə bu neməti vermisən. Uşaqlarıma, ilahi şükür ki uşaqlarım var. Həsrət olan insanlar var. Ah, mən işə necə gedəcəm ay Allah? İlahi şükür ki işim var. Məsələyə pozitiv baxmaq. 3 həftə bir insan bunu baxsın. Baxın, biz ilahi deyiləcəyik. Allah ümiddir. Ümid ümid deyil. Şafidir. Şəfa verən də şəfa verən deyil. Biz nə qədər şəfa verənik? Nə qədər həyat yoldaşımıza, uşaqlarımıza, özümüzə şəfa verənik? Nə qədər müsbət düşünürük? Allah Taala özü həm şükür eləyəndir, həm şükrü sevəndir. Quran-ı Kərimə baxın, bir çox ayələri. Yan-yana qoyanda Allah şükür eləyən də özü təşəkkür eləyir. Allah bizə təşəkkür eləyir, bizi mükafatlandırır. Cənnətimiz də təşəkkürdür, deyil? Bəli. O cənnət elə Allahın özü də əlbəttə məqamlarına görə insanlara verir. Bunu ki hamımız bilirik. Bəli. Məsələn, şəhvətpərəst insana deyir ki, orada huri var ha. Bu qədər qəbul eləyir, bu qədər təşəkkür eləyir. Day inkişaf eləyə bilmədin, amma heç olmasa huriyə görə gəl. Güzel. Üzr istəyirəm. Şərab kefində olanlara deyir, şərab var amma məst eləməyəcək. Ləzzət ondan da üstündür, gəl. Meyvə var, süd bulağı var. Görün bir insan nə qədər düşüncəsi aşağı ola ki, süd bulağı üçün gedə ibadət eləyəndə. Yəni Allah amma ondan qaçmır. Deyir, gəl sən də gəl. Süd Onun da istədiyini verir. hə, ona da istədiyini verir və onu da istəyir sən də gəl. Səni də istəyirəm, sən də gəl yanıma. Biz nə qədər Allah kimiyik? Biz ailəmizlə nə qədər beliyik? Allah rəzzaqdır, heç vaxt başımıza vurmur. Hədislərimizdə də var da, heç kimin evinə görə, nə yeyib içdiyinə görə, nə miniyinə görə Allah soruşmayacaq. Soru-sual eləməyəcək. Bəli. Biz bəzən bir kişi kimi, indi kişilər düşəcək ki, mənim üstümə ki, məni niyə deyirsən? İki tərəfli danışacağam, narahat olmayın. Biz bir kişi kimi Allah kimi rəftar eləmirik. Bəli. Biz gəlirik, hegemonluq eləyirik. Xanımın duyğularını görməzdən gəlirik, onun incəliklərini görməzdən gəlirik. Uşaqla uşaqlıq eləyə bilmirik. 7 yaşına qədər Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib, sənin sultanındır. Sən onun duyğularını incitməməlisən. Amma biz gəlirik, səbrimiz yoxdur. Telefondayıq, ya televiziyaya baxırıq, uşaq gəlir, ata, ay ata, bax gör nə şəkil çəkmişəm. Hə, qəşəngdir, qəşəng. Çıxıb gedirik. Yola vermiş. Yola veririk. Uşaq sınır. Bəli. Uşaq daxilən sınır. Uşaq deyir ki, mən dəyərsizəm. Çünki o hər nədirsə atanın əlində, Məndən də. o məndən dəyərlidir. Və mənim çəkdiyim şəkil də dəyərsizdir. Çünki atam diqqət eləmədi, yola verdi. Bəli. Orada hər nə çəkmişəmsə mən bacarmamışam, bacarıqsızam. Bacarıqsızlıq, dəyərsizlik, sınmışlıq, natamamlıq yaşayır. O uşaq özünə güvənər. Gözəl. O uşağın özünə sevgisi olar. Xanım 50 dənə şey istəyir kişidən. İndi evə indi gəlmişsən də zəhmət çəkmisən öz yerində. Məsələn gəlib ki, bir dənə diqqət eləsin bu kişi buna. Xanımdır da Allahın cilvəsidir. Allah özü deyir ki, bu mənim qüdrət nişanəmdir. Xanım elə bir ali varlıqdır ki, Allah Taala Quranda deyir, bu mənim qüdrət nişanəmdir. Və əgər ondan acığız da getsə, kərihtimuhunna, acığız da getsə ondan, bilin ki, Allah orada çoxlu xeyir, bərəkət verib sizə. Uf demək olmaz. Peyğəmbərimizin kəlamında var ki, sallallahu aleyhi və səlləmin ki, o qədər tapşırdı Cəbrail qadın hüququ haqqında, mənə dedim ona uf demək olmaz. Bu kəlmə valideyn üçün gəlib. Valideyn üçün özü də harda gəlib? Qocalanda. Yəni uşaqlaşanda valideyn ona uf demək olmaz. Bəli. Yoxsa hər şeydə deyil. İslam dini heç vaxt sorğu-sualsız itaət istəmir. Bəli. Heç peyğəmbərindən belə sorğu-sualsız itaət istəmir. Deyir, bax, ağlı inkişaf elətdir. Gör nə gözəldir. Ağlınla get, yeri, qaç. Allaha tərəf belə deyir, gör nə gözəldir, qaç. Kişi gəlir müəllim evdə. Artıq özünə bir dənə mən kişiyəm, sübhdən axşamacan işləmişəm, qazanmışam. Mən olmasam siz acından ölərsiniz. Bu özü küfür düşüncəsidir. Bəzi kişilər
qadının üzərinə hegemonluq eləmək üçün pulun kəsir, Hı. yeməyini kəsir. Bəli. Başa salır ki, məndən azizsiz ha. Bəli. Bu tərəfdən də bağlayır, sən işləyə bilməzsən ha. Məndən icazə çölə də çıxa bilməzsən. Tam bir hegemonluq yaradır. Mən niyə bilmirəm ki, bu cəmiyyətdə ümumiyyətlə bəzən fiziki məsələlərdə deyəndə nəfəqəni düzgün izah eləmirlər. O nəfəqə nədir elə? Mən deməyəcəm burada. Amma biraz araşdırın görün nəfəqə nə deməkdir? Kişi nəfəqədə nə borcudur, nə etməlidir? Yeməyi necə verməlidir xanıma? O geyimi necə verməlidir? Uşağın südündən tutmuş, evin təmizliyindən tutmuş, evlə təmin eləməkdən tutmuş, necə verməlidir? Bu nəfəqə olmasa necə itaət nə həddədir, nə cəhdə, nə formasındadır? Elə də deyil axı. Sən əsir saxlamırsan ki. Bəli. Sən sevdiyin bir insanı gətirmisən, ona ümid vermirsən. Bu xanım sənə ümidləri ilə bağlanıb gəlir. Bu kişi məni sevəcək. Düzdür. Bu kişi məndən ailə olacaq. Bəli. Bu kişi mənə qayğı göstərəcək. Sən çöldə əlləşmisən, mən də evdə əlləşmişəm. Gəl verim uşaqları sənə görüm 2 saat saxlayam tələsin. Çətindir, düzdür. Bax, müəllim bir sözü, bir məqama qeyd elədiniz. Əslində çox gözəl məqamlardır. Hər biri qeyd elədiniz, hər bir məqam özlüyündə ayrı bir mövzulardır. Sözün əsl. Eləsi da o diqqət məsələsi mənim diqqətimi çəkdi. Diqqət məsələsi. Deyirsiz xanım həm incə ruhludur, həm də diqqət gözləyir. Nə kimidir? Bəli. Bax, orada bir söz var. Məsələn, Quran ayəsində "Ələ bi zikrillah dətmə." Bəli. O ərəb dilində də deyilir ki, əgər bir şeyə diqqəti çəkmək üçün, diqqət. Allah ancaq qəlbləri Aramlaşdırandır. bəli, qəlbləri arama zikr, Allahın zikri ilə. Yəni sən daim Allah zehniyyətində saxlamalısan ki, qəlbin rahat olsun, təmin olsun. Özə bir dənə də söz deyim, sözü kəsirəm, üzr istəyirəm. Səkinə var. Peyğəmbərə Allah deyir, dua elə onları. Onların qəlbi aramlaşsın. Allah onların qəlbini aramlaşdırsın. Buradan da Allah deyir ki, mən xanımı sənə rahatlamaq, səkinə üçün vermişəm. Aramlıq üçün vermişəm. Çox ali varlıqdır xanım. Baxın, xanımlar mən həmişə demişəm zirvədədir. Kişi o dağın ətəyindədir. Kişi bir sıfır uduzub həyatda. Yaradılışda. Müəllim, bilirsin niyə? Çünki xanım gözəldir. İncədir. Və o incəliyi, o gözəlliyi kişi ya gedib ona aşiq olub gedib onun yanına çatmalıdır. Nəyi ilə? Səbri ilə. Xanımın səbrini heç olmasa kişi də özündə toplamalıdır. Xanımın sevgisini kişi özündə toplamalıdır. O da onun kimi xanıma bax gör uşağı ilə nə qədər səbirlidir. Bax. Kişi bunları, xanım xaliqdir, xanım Rəbbidir. Rəbb nə deməkdir? Tərbiyə eləyən. Özündən tərbiyə eləyən, özündən maya qoyan, canından, qanından Allah uşağı xanımın bətninə etibar eləyib. Çünki bu nə hiss eləyəcək, o da onu hiss eləyəcək. Müəllim, hamımız bunu bilirik. Üzr istəyirəm, döllənmədən bir neçə gün sonra o balaca nöqtə xanım nə hiss eləyirsə, o da onu hiss eləyir. Duyğu hafizəsi var. Ta gəlir 4-cü həftəsində nə baş verir? Atanın səsini o nöqtə eşidir. Bilir ki, bu mənim atamdır. Anaya toxunuşu, danışıq tərzi, rəftarı, o nöqtə oradan xanımın bətnindən onu eşidir. Duyğu ilə eşidir ha. Duyğu hafizəsində şəkillər olmur, təsvir olmur, duyğudur. Bunu alıb hamısını yığır bura müəllim. Ta dünyaya gələndən sonra ta 7 yaşına qədər bu cür davam edir uşaq. Anadan alır bağlılığı. İndi o ata, o zaryadkanı, o şarjı bizim dillə desək də anaya verməlidir ki, ana da onu ona verər. Baxın xanım, nə zaman bir kişi ilə ailə tam olur? Sizcə nə zaman olur müəllim? Tam bir kişi ilə ailə olduğu zamandır xanımın. Biz anlayışını formalaşdıranda bir-birinə, yəni Bəli, biz anlayışını formalaşdıranda çox dəqiq nöqtəyə, düzgün, tam nöqtəni, yəni 12-dən vurdunuz da müəllim, qurban olaram. Bu tam bizliyi olduğu zamanda hamilə olduğu zamandır. Bilirsiniz, qadın hamilə olanda, üzr istəyirəm, o kişinin nütfəsi, sperm ki, daxil olur qadının bətninə, yaradılışın ən gözəl nöqtəsidir, insan yaranır. Sevgidən insan yaranır. Məhəbbətdən insan yaranır, şəhvətdən yox. Kişi qadına yaxınlaşdığı zaman şəhvətdən yaxınlaşmamalıdır. Gün ərzində bu xanım bunun gözündə gözəldir, sevimlidir, Allahın verdiyi bir dənə əmanətdir.
Mələkdir də, huridir. Behişt bunun ayağının altındadır. Niyə? Çünki bu ana olacaq ha. Sən bir dənə xanımın bütün duyğularını məhv elə, sonra ona hamilə qoy, sonra gəl denən ki, behişt sənin ayağının altındadır. Necə olacaq? Bu behişti sən yaratmalısan o xanımda. O cənnəti sən yaratmalısan. Sizin sualınızın cavabına burada gəlib çatırıq. Baxın müəllim, indi o nöqtədən bəlkə xanımın bədəni deyir ki, yad bir şey gəlib bədənimə. Bütün beyin müdafiə sisteminə keçir, bütün immun sistemi cumur ki, o nitfəni öldürsün. Ha. Müvəffəq ola bilmir. Xanımın qarşısında müvəffəq ola bilər. Baxın, bətində yad cisim gəlib və yad bir ora sperma qoyub. Bədən deyir, bu yad bir şeydir, mənə kənardan gəlir. Kənardan gəlir. Bədən immun sistemi başlayır onunla mübarizə aparmağa. Ki, bunu mən öldürməliyəm, aradan aparmalıyam, bacarmır da. Təbiətdə belə ki, bacarmır, çəkilir. Beyin o 9 ay müddətində hormonlar alt-üstü, psixologiya alt-üstü. Çünki beyin davamlı olaraq deyir ki, burada bir problem var. Tanımır axı hələ. Hələ tanımır. Tanımır. Beyin tanımır hələ onu. Tanımaz. Ona görə hormonlar eniş-yoxuşdadır. Burada qadın əsəbi də ola bilər, narahat da ola bilər, ağlaya da bilər, gülə də bilər, yersiz istəklərdə də ola bilər. Beyin hətta deyirsən dəyərsizsən. Sən bacarmadın. Onu yox eləyə bilmədin. Gəl bir şeyə məsələn, necə deyərlər? Bizdə yerikləmək deyirlər də. Bəli, bəli. Bir şeyi yersiz istə məsələn, çox istə, qarpız istə qışın günündə. Baxın, burada artıq insan yaradılır. Allah burada kişini də tərbiyə eləyir. Deyir, görüm elə ata ol. Sənə bir dənə ikinci uşaq vermişəm elə bil. Hələ uşaq dünyaya gəlməmiş, sənə bir dənə uşaq vermişəm. Xanım, oyna nazı ilə. Görüm ata ola biləcəksən ya yox. Tox kişilər burada odur müəllim. Aha. Burada ata eləmək istəyir Allah bizi. Oradan başlayır. Başlanğıc nöqtə oradan başlayır. Buradan başlayır. Əhd bil, bağlılıq burdadır. Əgər sən burada ata ola bildin, deməli burada ərdə ola bilirsən. Axıra qədər də bu ailəni o sükanını əlində saxlaya biləcək. Bəli. Xanımın qəlbini fəth eləyirsən. Əslində mənim gələcəyim sual da bundan əlaqəli idi. Mən bir çıxışınızda görmüşdüm ki, bəzən biz böyüməmiş övladları evləndiririk. Küçələr də doludur qoca uşaqlarla. Böyümə fiziki olaraq böyüyüb, amma mənəvi olaraq böyüməyib, çətinliklərdən keçməyib. Bizdə də belə bir məsələ var da. Biz övladın əvəzinə övladlıq da eləyirik, həm atalıq, analıq da eləyirik, həm də övladlıq eləyirik. Yəni onun əvəzinə də iş görürük, onun əvəzinə də imtahan veririk, onun əvəzinə də dərs oxuyuruq, onun əvəzinə də hər bir işi demək olar ki, onun əvəzinə biz öhdəmizə götürürük və belə deyək, 90 yaşında bir kişi hələ də övladına uşaq gözündə görür, deyək ki, övladın 70 yaşı var, özünün 90 yaşı var, 95 yaşı var. Görürsən ki, onunla uşaq kimi rəftar edir və ömrünün axırına qədər ondan elə ata-oğul münasibəti. Demirəm, ata-oğul münasibəti zaten belə bir məsələdir ki, olması təbiidir. Amma o uşaqlıq prosesi dayanmalıdır da, bir yerdə bitməlidir. Və bilirik evdə o uşağın xasiyyətini, xəbərimiz də var. Evləndirəndə, sabah ailədə söz-söhbət çıxanda gəlini ağlandırmır. Hansı ki, əvvəldən sən öz övladının xasiyyətindən xəbərdarsan. Bilirsən axı, sən uşaq böyütməmisən. Sabahları çox ailə problemləri bundan yaranır. Bayaqları siz onu gözəl qeyd elədiniz ki, indi ana obrazında, bəzən ana obrazının özünü cəmiyyət layiqincə qiymətləndirmir. Siz onu qiymətləndirdiniz. Məsələn, mən bir yerdə gördüm ki, deyirlər övrət sözü, arvad sözü övrət sözündən götürülür, övrət də eybə deyilir. Bir cəmiyyət vaxtilə onu eyb kimi görüb, qadını eyb kimi görüb, eyb kimi dəyərləndirilib və bəzən o bayaqları bir söz dedik, din anlayışının arxasında duran məqamlar nədir? Bəzən insanlar var ki,
qadına münasibətində də o yatır. Elə bilir ki, hicab taxmalıdır. Amma hicabın arxasında sənin bir fəlsəfən var da. O fəlsəfədə nə görürsən? Onu bir növ eyb görmüsən, istəyirsən o eyb örtülsün. Bir də var ki, sən onu Allahın sənə buyurduğu kimi örtülməsini istəyirsən. Bunlar fərqli-fərqli Bəli, bəli, məfhumlardır da. sözsüz. Yəni sən ona necə baxırsansa, bayaqlar yaxşı söz dediniz, elə bir tarla kimidir də. Sən nə qədər ona dəyər versən, o sənə 10 dəfə artığını, bəlkə 100 artığını geri verəcək. Amma onu görmürsən deyə, o da cəmiyyətdə hələ yenə də əgər bu günləri qadın bizim evlərimizdə bütün işləri görürsə, yeməyi bişirir, belə deyək, uşaqların qayğısından qalır, uşaqların dərsini oxutdurur, geyim, məsələn, geyim məsələlərini tənzimləyir, səhər üçün də artıq bütün proqramını qurur, hamısını tənzimləyir ki, ancaq bir məqsədə qulluq eləyir ki, gəlsin, belə deyək də. Bir dənə bu məsələyə istəyəcəm aydınlıq gəlsin ki, məqamıdır. Bir də təfəkkür var. Kişi ailədə rahatlıq istəyir və rahatlıqla qadının diqqət istəməsi üst-üstə düşməyəndə konflikt yaranır. Qadın diqqət istəyir. Kişi elə bir dənə dincəlmə yerinə gəlib, bir o istirahət məkanına gəlib ki, orada istirahət eləsin. Qulağa səs götürmür, kimisə qışqırığını götürmür və bu zəmində də uşaqları o emosiyalı dövrdə də tərbiyə eləyəndə olur ikili standart. Yəni qəzəbimdən idarə eləyirəm də. Baxıram ki, mənim hissli vaxtımdır, onun bütün elədikləri xoşuma gəlməyəcək. Əlbəttə ki. Bəli, doğrudur. Xoş olasam, yəni bu belə bir məsələ var. İstəyərəm ona bu barədə də biraz danışasınız. Çünki azıq bu məsələlərə, sözün əsl mənasında. Yəni sizin bu məsələlər barəsində mən sadəcə istəyirəm giriş verim ki, siz o məsələləri biz üçün aydın. Gözünüz üstə. Müəllim, sizə qurban, baxın. İlk növbədə xoşbəxt bir cəmiyyət üçün qadının üzərində işlənilməlidir. Bəli. Qadına baxışımız fərqli olmalıdır. Qadın doğrudan da Allahın həqiqətən də zilvəsidir. Oxşarlıqlar çoxdur ya müəllim. Yəni təkcə söhbət bunlarla getmir. Qadının diqqət istəməsi, qadının rəngarəngiliyi, hətta onun incə olması. Lətif sözünün mənası incədir. Mən bir daha bunun üzərinə yəni dura-dura deyirəm. Yəni burada lütfkar da incəlikdən gəlir. Lütfkarlıq. Baxın, biz qadına bir dənə belə vurduğumuz zaman qadın 10 dənə ağrı hiss eləyir. Bir kişiyə belə vurduğumuz zaman kişi bir dənə ağrı hiss eləyir. Sadəcə fiziki. Bu gözəllikdir. Çünki qadının öngörü düşüncəsi bizdən 10 dəfə yüksəkdir. Biz efemertiyə gətirək, kişi beynini də qoyaq, qadın beynini də. Onun beynində öngörü olan yerdəki işığa baxaq, kişinin, yaxud qadına baxaq. Qadında 10 dəfə bizdən işıqlıdır. Yəni qadın, baxın bu boşananda da özünü göstərir ha. Boşananda qadının aləmi dəyər bir-birinə. Çünki keçir keçmişi bir dənə, əvvəldən axıra qədər keçmişi bir dənə analiz eləyir. Gəlir, gələcəyi bir dənə analiz eləyir. Sonra indini yaşayır, hamısını bir yerdə toplayıb yaşayır. Kişi isə deyir ki, Ayşə, qurtardı, olmadı o, mən beləyəm. Yaxud məsələn deyirəm, düşünməyən kişilərdən danışır, amma biz Kişi anlayışından danışırıq. anlayışını düşünməyən kişilərdən danışırıq. Amma qadın orada yasını tutur, bütün hər nə olacaq onu dərk eləyir, ondan sonra rahatlayır. Artıq bir ildən sonra kişiyə indi çatır ki, mən nə səhv eləmişəm. Qadın isə artıq bir ildən sonra düzgün qərar verdiyini qəbul edir. Olğunlaşır. Olğunlaşır. Söhbət bir il deyil, 2 günə olğunlaşan qadınlar da var, 2 aya olğunlaşan qadınlar da var. Məsələ budur. Bilirsiniz, bayaq çox gözəl dediniz, tarla kimidir xanım. İlk öncə biz əgər tərbiyədən başlamaq istəyiriksə, qız övladlarımızın tərbiyəsindən başlamalıyıq. Qızımıza dəyər verməliyik. Baxın, bizim Peyğəmbərimiz qızı gələndə ayağa qalxardı. Onu öz yerində otuzdurardı.
Ona atasının anası deyərdi. Bunlar ali məfhumlardılar. Bunun nə bir Nur Muhammediyyə sallallahu aleyhi və səlləm məfhumu var ki, irfanı, aləmi cəbərut o başqa bir şeydir. Bir də dünyadakı mənası məfhumu var. Yəni anadır ya, sizin hər qızı sizin anız sayılır ha. Yəni sabahları o qızın övladı var. Bunu düşün. O qızın həyat yoldaşı var. Bunu düşün. Sən qıza nə qədər dəyər versin? Nə qədər normal tərbiyə eləsin? Nə qədər düzgün tərbiyə eləsin? Sevgi ilə, qayğı ilə. Yəni 3 əsasın üzərində həmişə dayanırıq. Sevgi, fiziki sevgi, empatiya, anlayış və qorumaq. Yəni şiddətin olmaması, təhqirin olmaması. Bu cür tərbiyə eləsin, o qız sabahları gözəl bir həyat yoldaşı olacaq. Gözəl bir ana olacaq və o ana övladını düzgün tərbiyə eləyəcək. Cənnət anaların ayağının altında da buradadır. Sən evdə bunu cənnət kimi baxmamısan, cənnət ananın ayağının altında, yəni bilirsən nə deməkdir? Yəni sənin qurtuluşun anadadır. Qurtuluşun qızındadır daha doğrusu ki, ana olacaq. Mənim qurtuluşum qızımda da ana olacaq. Mənim qurtuluşum xanımımda da ana olacaq. Bax bu. Cənnəti necə əldə eləmək istəyirsən? Yolu xanımdan keçir. Xanımı düzgün dərk eləməliyəm. Mən nə qədər xanımımı narahat tərbiyə eləsəm, qızımı narahat tərbiyə eləsəm, xanımla üzr istəyirəm, narahat davransam, qızımı narahat tərbiyə eləsəm, sabahları o da övladını, oğlunu narahat tərbiyə eləyəcək, qızını narahat tərbiyə eləyəcək və bu narahat olmuş duyğular, biz frontal lobla rəftar eləməyəcək, gələcək repression beyninə rəftar eləyəcək. Yəni incinmiş duyğularla rəftar eləyəcək. Qəzəb zamanı, məsələn, mən bir canavarla qarşılaşsam, beyin məni qoruyur, mənə güc verir. İndi qaraciyərimdəki yağı, qaraciyərimdəki depolanmış şəkəri vurur qanıma. Böyrəyim, hormonları, böyrək üstü bezlərim, kortizol hormonları vurur qanıma, əlimə nə gəlir? Əlimə güc gəlir, ayağıma güc gəlir, adrenalin yaranır. Ya mən o canavarı boğacam, güclü olacam ondan, ya qaçacam, canavar baxacaq, buna baxar, gör necə qaçdı, mən buna çata bilmədim. Ya da donub qalacam. Donma, ölü formasına keçəcəm. Görərsiniz şirlərin ağzında, heyvanların yarısını yeyib, yarısı ağzında donub heyvan. Mən sabahları incinmiş bir qız olsam, xanım olsam duyğularımla, onlarla üzləşməmək üçün mən hər şeydən bir bəhanə çıxardırdım. Bayaq çox gözəl bir nöqtəyə toxundunuz. Xanım tarladır, bu Qurani Kərimin ifadəsidir. Mən o tarlaya lazımi sevgini, qayğını, gübrəni göstərməsəm, suyunu göstərməsəm, verməsəm, xidmət göstərməsəm, o tarla parça olacaq. Susuzluqdan çadar olmuş kimi. İndi o xanım gəldi oğlu ilə başlayacaq. İndidən proqram qurur. Əri ilə davadadır, bundan tərs düşüb, oğlu ilə də tam mehribanlıq eləyir. Niyə? Ərindən ala bilmədiyi duyğuları verir oğlundan alır. Oğlu olur bunun ikinci sanki əri kimi. Tam məhəbbət, tam sevgi onu bağlayır özünə, onu özündən asılı eləyir və yaranır sizin dediyiniz bişməmiş kişilər. Həmin o duyğu cəhətindən özünü kontrol eləyə bilməmiş kişilər. Anasından gördüyünü xanımından gözləmək istəyir. Xanımın sənin anan deyil. O sənin xanımındır. Məsələ əks olur, rollar dəyişilir. Yəni bu kişi burada olur artıq mama uşağı, bizim dillə desək. Anasının istər-istəməz, üzr istəyirəm sözümə görə, nataraz istəkləri olur. Analar müqəddəsdirlər. Amma hər ananın da problemləri olur. Hər ana da bir insandır. Atalar da müqəddəsdir. Hər atanın da bir problemi olur, hər ata da bir insandır. Onun nataraz istəklərini icra eləyir. Hər şeydə ana uşağı pultla idarə elədiyi üçün gəlini də pultla idarə eləmək istəyir. Rəqib də artıq gəlin. Gözəl mətləblərdir sözün əsl mənasında. Sadəcə o ürəyimdə qalar deyə mən bu sözdə deməliyəm. Vaxtımız da sözün əsl mənası hardan hara uçur, həqiqətən deyiblər sözün əsl mənasında. İmam Əli əleyhissalamın belə bir sözü var. Deyir ki, məzlum ol, zalim olma. Valeri Sinemikov var, məşhur psixoloq. Onun stressə qarşı peyvənd əsəri var, çox gözəl kitablardan biridir. Oradan mən onu zalim qurban deyə ayırır.
Zalım və qurban deyə ayırır. Deyir ki, məsələn, cəmiyyətdə sadə bir deyək, məsələn, sən bir avtomobil sürücüsüsən, yol gedirsən, Bəli. getdiyin zaman kimsə bir tıxac yaradır. O tıxac yaranan kimi görürsən ki, birinin naşı sürücülüyü səbəb olur ki, o tıxacın yaranmasına. Sən bunu görürsən. Görürsən və istər-istəməz refleks olaraq reaksiya verirsən ki, o bir indi bilməzlikdən ya bilməməzlikdən bir dənə zülmə səbəb olur. Elə deyək. Bəli. Mən o olur zalım, sən olursan onun qurbanı və o qurban zalıma çevrilmə. O çox gözəl nöqtədir müəllim. Yəni Bəli, çox mühüm məsələdir. O qurban necə zalıma çevrilə bilər? Ondan aldığı aqressiyanı gedəcək iş yoldaşına verəcək, hansı bir münasibət zəminində işçisinə ötürəcək. İşçi onu başqa formada paylayacaq, o da gələcək ailəyə çıxacaq. Ailədə də uşağa ötürüləcək. Yəni bir növ Həzrət Əleyhisselamın bir söz, o sözü yenə yerinə tikir ki, məzlum ol, zalım olma. Yəni sən qurban ola bilərsən ki, amma çalış onu uda biləsən ki, o zülmün paylanmasında iştirak eləməyəsən ki, ailədə belə bir sorunlar, problemlər çıxsın. doğrudur. Müəllim, cəmiyyətdə çoxu qurban modunda olur bəzi cəmiyyətlərdə. Bəzi cəmiyyətlərin çoxu qurban modundadır. Bilirsiniz necə? Evdə bir dənə ana olur, özünü qurban moduna qoyur, yaxud ata olur, özünü qurban moduna qoyur. İndi şəraitə görə, mədəniyyətə görə, İstənilən hər nə səbəbə görə axırı qurban modundadır. Mübariz insan deyil. Allah mübarizdir. Allahın adlarından biri Salihdir, Bədiyədir. İnkişaf elətdirən, nə bilim, ixtira eləyən, yaradan və s. Mübariz deyil. Hər nədirsə yenilik yaratmır. Əlbəttə, bəzi səbəblər çoxdur, ya sosial səbəblər, iqtisadi səbəblər də var burada, yəni günahlandırmıram. Amma məsələ nədir? Qurban moduna düşür. İstər-istəməz qurban modundan başlayır həzz almağa. Qurban modu kimi çox sinsi, çox, üzr istəyirəm, necə deyim, saman atdan su yeridən və çox məhv edici bir xüsusiyyəti yoxdur. Ən məhv edici xüsusiyyətdir. Bir insan qurban moduna düşür. Yəni, qurban modundan beyin həzz alır. Dopamin verir beyninə. Ləzzət eləyir ona. Niyə? Çünki mən qurban modundayamsa, burada nə başa düşürəm? Deməli, mən məzlumam, yazığam. Mən məzlumam, yazığamsa, burada bir dənə günahkar var. Günahkar kimdir başqası? başqası. Deməli, mən dəyərli insanam, o dəyərsiz insandır. Bundan həzz alıram. Mən ki, ailəmdən dəyər görməmişəm, ya kimdənsə dəyər görmürəmsə, dəyərimi gəlib buradan tapıram. Özümə o qədər inamım yoxdur, o qədər acizəm. Gəlirəm, dəyərimi buradan tapıram. Başqasını zalım cilvələndirməklə, ki, həqiqətən də zalım ola bilər, burada sözü yoxdur və bu mənə sərf eləyir. Mən qurban moduna sıxmıram. Mənə sərf eləyir ki, mən məzlum olam, o zalım olsun və mən dəyərli olam, o pis olsun. Bu modla bir çox insanlar davam edir müəllim. Manipulyasiya. Manipulyasiyadır. Öz-özünü insan manipulyasiya eləyir. Yəni insanın özünə etdiyi pisliyi heç kim eləmir. Bəli. Nəfs budur. Nəfs dediyimiz buradadır, replension beyindədir. Aha. Heyvan beyni deyirlər də, duyğularla ancaq işləyir. İnsan düşündüyü zaman o nəfsinə qalib gələ bilir. Allah ona görə deyir, düşün. Çıx o moddan. Sən bu deyilsən, mən bunu istəmirəm səndən, sən mənim kimi ol, çıx o moddan. İradəli ol, güclü ol, ayağa qalx. Bunu deyir. Kibriya ol, mütəkəbbir. Allahda bizim bildiyimiz mütəkəbbir mənasında deyil. Allah mütəkəbbir deyil ki, mütəkəbbirlik çirkin bir şeydir. Özünü üstün görüb başqasını xor görmək çirkin bir şeydir. Bu Allahda da yox. Allah əkbərdir, amma mütəkəbbir deyil. Mütəkəbbir ki, adlarından da Allahın kibriya məsələsinədir, əzəmət. Bir insanın böyüklüyü onun alicənablığındadır. Səbrindədir, sevgisindədir, qayğısındadır. Böyüklük təkəbbür nəzərdə tutulur. Bəli, təğafülündədir, üstün örtməkdədir. Bəli. Baxın, həyata necə baxırıq? Biz həyata baxsaq, onda Allah uduzub deməkdir. Baxın həyata.
Kim kənardan bir dənə yanaşsa deyəcək Allah uduzub, şeytan hökmranlıq eləyir. Yox. Əslində Allah udub, sevgisi ilə udub, məhəbbəti ilə udub, qayğısı ilə udub, böyüklüyü ilə udub. Bir valideyn böyüklüyünü burada göstərməlidir. Bir kişi böyüklüyünü burada göstərməlidir. Bir insan böyüklüyünü burada göstərməlidir. Mənim böyüklüyümün mənası nədir? Mənim uğurumun mənası nədir? Mənim ucalığımın mənası nədir? Biz bəzən Allahı bilirsiniz necə göstəririk? Qoy burdan da bir kəlmələr deyim, bilirəm sözü haşiyələrlə Arif Quliyev deyir, cavabı bilmirəm, ətrafında fırlanıram. Bu elə deyil. Həqiqətən məfhum budur. Bu həyatın özüdür, bunu bilməsən. Biz həqiqətən xanımın nə vəziyyətə düşdüyünü də bilməyəcəyik. Bəyin də necə məzlum qaldığını bilməyəcəyik. Bəylərimiz də məzlumdur. Axı analarımız da məzlumdur. Bu iş kökündən düzəlməlidir. Ana lazımı məhəbbəti almalıdır. Övladını ötürməlidir. Bəy o anaya verəcəyi məhəbbəti duymalıdır. O həzzi almalıdır ki, bəy bilməli ki, mən bu məhəbbəti verirəm xanıma. Onun 10 qatını alacam, 100 qatını alacam, tamam? Xanım da buradan aram olmalıdır, uşağa verməlidir. Uşaq da sabah xanım olacaq, yaxud bəy olacaq. Öz həyat yoldaşı ilə o məhəbbəti göstərməlidir. Zəncir bir yerdə qırılmalı deyə müəllim. Biz bir-birimizə reaksiya yönümlü davranmamalıyıq. Biz bir-birimizə vizyoner yönümlü davranmalıyıq. Necə deyim? Bir-birimizə həll yönümlü davranmalıyıq. Biz gəlirik reaksiya yönümlü davranırıq. Sən belə elədin, o deyir, yox sən belə elədin, mən də belə elədim. Sakit olun, boş verin. Lazım olsaydı Allah belə eləyərdi. Allah elə eləmir, Allah deyir, eybi yox, oldu, eybi yox. İndi müəllim, o qurban modundakı insan son cümləni də üzərli sayın. Qurban modundakı insan əgər məzlumiyyəti seçirsə, Həzrət Əli əleyhissalam deyir, əgər ki gördün məzlumsan, özünü zalimliyə qoyma. Sən də gəlib buradan uşağı manipulyasiya eləmə. Sən də gəlib buradan gəlini manipulyasiya eləmə. Bu şəraitdən çıxa bilmədinsə, heç olmasa agahlıqla o məzlum vəziyyətində qal. Day olmadı da, tutmadı. Mən də istəmirəm övladım atasız böyüsün, yaxud belə böyüsün, elə böyüsün. Amma heç olmasa öz üzərində işdə o səbrin, o toyuğun düzənin üzərində oturmağı kimi deyir, yumurtanın üstündə toyuq oturar, düzə çıxsın. Bu cür olsun səbrin. Daxildən inkişafla olsun. Səbrin o toxumun cücərməsi kimi olsun. Səbr eləyirsən, gəlirsən, 4 fəsildən sonra buğda verir. Müəllim, sənin səbirsizliklə olsa, eyni o məzlum rolundakı zalim kimi olacaqsan, səməni olacaq. O səməni saralacaq. Dözüm deyil bu, sənə bar verməyəcək. Məsələ budur. İnandırım sizi, mən sizin söhbətlərinizdən duymadım sözün əslində. Yəni, çox sözün əslində həssas, incə, lazımlı, faydalı nöqtələrə toxundunuz. İstəyərəm bizim dostumuz, yazıcı İlya Kamil qardaşımızın bir sözü ilə tamamlayım. O illər öncə bir yazı yazmışdı Allahla bağlı. Siz dediyiniz mətləb məhz o nöqtədən vurdu. Deyir ki, bir nəfər bir günah eləyir və etdikdən sonra peşman. Bəzi ilkin günah mərhələlərində olur və insan peşmançılıq çəkir. Peşman olduğu an istəyir getsin məscidə. Uzun zamandır da məsciddən uzaq qalıb, məscidin yaxınlığında da məsələn Məmməd Həsən kişi qalır. Məmməd Həsən kişi də tez-tez bundan soruşur ki, niyə namaza gəlmirsən? İndi onunla qarşılaşacaq, o bunu qınayacaq, hardasan ay bala, niyə namaza gəlmirsən? Deyir, iti yeyin addımlarla məscidə doğru gedir ki, o kişi ilə qarşılaşmasın, amma qarşılaşır. Yenə də başlayır o suallar verməyə ki, bəs niyə gəlmirsən, filan eləmirsən? Bu da bir peşənin sahibidir. Məsələn, deyə ayaqqabı tikəndir. Ay dayı, bəs mənlə məsciddə otursan, bəs sənin ayaqqabıları kim tikəcək dayı? O deyir, ondan canım bir təri qopardır, gəlir məscidin içərisində görür heç kəs yoxdur. 4 divardır, bir Allahdır, bir də özüdür. Başlayır o sükut mərhəməti içərisində, huzur içərisində başlayır Allaha dərin danışmağa və Allah da dinləyir. Dinləyir, o mərhəməti ilə dinləyir. Amma qınamır. Niyə yoxsan demir,
niyə gəlmirsən demir. Amma insan etiraf eləyir. Bu zəmində o deyir, danışdıqca insanın gözündən yaşlar axır və etiraf eləməyə başlayır. Amma o qnasid insan nə moduna keçəcəkdi? Qurban. Özünü müdafiə, qurban moduna çevirəcəkdi. Bu ahəngdə istəyirəm ki, verilişimizi tamamlayaq. Mən sizə çox təşəkkür Çox sağ ol. edirəm. Fəxrəddin müəllim. Sözün əsl mənasında mən doymadım. Elə bilirəm ki, bu axırıncı olmayacaq, axırıncı olacaq. İnşallah. Təşəkkür edirəm. Əziz dostlar, bugünkü podkastımızın da sonuna gəldik. Hər birinizə öz təşəkkürümü, minnətdarımı bildirirəm ki, bizi izləyirsiniz. Rəy bölməsinə bu mövzularla bağlı fikirlərinizi bildirməyinizi və münasib bildiyiniz şəxsləri adlarını yazmağınızı, qonaq qismində adlarını yazmağınızı sizdən təmənna edirəm. Təşəkkürlər.